Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün biz sizə Xırdalan şəhərinin tam mərkəzində Heydər Parkının qarşısında yeni bir mənzil çəkişinə gəlmişik. Bu hissə Heydər Parkı və Heydər Əliyev prospekti tam kənarında. İndi biz sizi qalxıb mənzilə tanış eləyəcəyik. Mənzilimiz 3 otağa düzəlmə bir mənzildir. Daxil olduq mənzilimizə. Mənzilimiz 2 otaqdan 3 otağa düzəlmədir. Ümumi sahəsi demək 80 kvadratdır. Qonaq otağıdır. Görürsünüz zalı. Burada yerləşir mətbəxi, geniş mətbəxi və Xırdalanda tam mərkəzdə Heydər Parkının qarşısında yerləşir bu bina. Balkonu da belə bir köməkçi mətbəx hissə yaradılıb, görürsünüz. Mətbəx mebeli ilə quraşdırılıb. Çox gözəl təmir edilmiş mənzildir, şirin mənzildir. Orta blok, orta mərtəbə, 16 mərtəbəli binanın 10-cu mərtəbəsi. Mənzilin koridorda, koridorda istifadə olunan təsis edilir. Burada yerləşir mənzilin geniş yataq otağı, görürsünüz, çox geniş yataq otağının ölçüsü. Demək, mənzilin hamamıdır, sanitar qovşaqları ayrı-ayrıqdadır. Yəni, qapıları da bahalı qapılardır. Gəlsəz görəcəksiniz, ağır qapılardır. Mənzil sahibi təmirə yüksək keyfiyyətli materialdan istifadə edir. Burada isə digər ikinci yataq otağı. Satış qiyməti təyin edilib, ilkin olaraq 132 min manat. Dolğun ətraflı məlumat üçün buyurun zəng edə bilərsiniz. Mənzilin sənəti şirkət daxili müqavilədir, tam etibarlı, tam güvənli şirkətdir. Bu şirkətə Xırdalan şəhərində də binası var, şəhərdə də, Bakı şəhərində bir neçə binası var. Hər biri kupça ilə təmin edilib, yaxın bir müddətdə kupça veriləcək. Bu günə bu qədər, sağ olun.